Birincisi dəyərli qardaşlar, təraktu ridan nas hatta qadirtu an atakallama bil haqqi. Birincisi odur ki, insanların razılığını tərk elədim. Onda bacardım, haqqı danışmağı bacardım. Haqqı deyə bildim. Bugün əksər insanlar hansılar ki, Allaha ibadət eləmirlər, Allaha itaət eləmirlər, insanların qınaqlarından qorxurlar. İnsanlar mənə nə deyər? Mən namaza başlasam nə? Müdür məni işdən çıxardar. İnsanlar məndən üz döndərər. Deyərlər Vahabisən. Üzümdə biraz tük olsa, saqqal olsa deyərlər sən Vahabilərə qoşuldun. Qınaq obyektinə çevirərlər məni. Mənə qız verməzlər. Birdən mənim ruzum azalar. İşlərim çətinə düşər. Belə zənn olar Allah barədə. Allah Taala sən ona ibadət eləmirsən. Neçə yaşına qədər yaşamısan, sən ona ibadət eləmədən səni ruzlandırıb. İşləri asanlaşdırıb. Allah Taala səni hər bir halında yedizdirir və içizdirir. İbadət eləmədiyin halda. İndi sən ona ibadət eləsən, ona itaat eləsən, o səni ruhsuz qoyacaq. Belə zənn eləmək olar. Aləmlərin Rəbbi olan Allah haqqında. Yox, vallahi. Hər halda o səni yedizdirəcək, içizdirəcək, izzətləndirəcək, qəlbini rahatlandıracaq. İnsanların qınaqlarına fikir vermə. İnsanlar, necə bəzi rivayətlərdə gəlir, Əli radiyallahu anh deyir ki, insanlar yatmaqdadırlar, öləndə oyanacaqlar. Düzdür, bəzi alimlər buna zəif desələr də, mənası güclüdür. Yəni, baxmayaraq ki, onlar diridirlər, deyir. Onlar öləcəklər, əslində ölüdürlər, yatıblar onlar. Yatıblar, öləndə oyanacaq, yəni əbədiyyət oradadır.